Matta 19-cu fəsil. Boşanma haqqında. İsa söhbətini bitirdikdən sonra Qalileyadan çıxıb, Yahudiyanın İordan çayının o biri tayında yerləşən bölgəsinə getdi. Böyük bir izdiham onun ardınca gəldi. İsa orada onlara şəfa verdi. Bəzi fariseylər İsa'nın yanına gəlib, onu sınamaq üçün belə bir sual verdilər. İnsanın öz arvadını hər səbəbə görə boşamağa icazəsi varmı? İsa cavab verib dedi. Oxumamısınız ki, Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaratdı və dedi, buna görə də kişi ata-anasını tərk eləyib, arvadına qovuşacaq və ikisi bir bədən olacaq? Artıq onlar iki deyil, bir bədəndir. Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın. Fariseylər İsa'ya belə dedilər. Onda Musa ne üçün bir talaq kağızı verərək arvadını boşamağı əmr elədi? İsa onlara dedi, ürəyinizin inadkar olduğuna görə Musa arvadlarınızı boşamağınıza icazə verdi. Amma başlanğıcdan belə deyildi. Mən sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa hər hansı bir səbəbə görə arvadını boşuyub, başqası ilə evlənən kəs zina eləyir. Şagirdləri İsa'ya dedilər, əgər ərlə arvad arasındakı münasibət belə isə, deməli evlənməmək daha yaxşıdır. Amma İsa onlara dedi, hər adam bu sözü qəbul eləyə bilməz. Amma bu qabiliyyətin verildiyi adamlar qəbul eləyə bilər. Çünki elələri var ki, anadan gəlmə xədimdir. Elələri var ki, insanlar tərəfindən xədim ediliblər. Elələri də var ki, səmavi padşahlıq uğrunda özlərini xədim sayırlar. Bunu qəbul eləyə bilən qəbul eləsin. İsa uşaqlara xeyir dua verir. O zaman uşaqlar İsa'nın yanına gətirildi ki, İsa onların üzərinə əllərini qoyub dua eləsin. Şagirdlər isə onlara qadağan elədilər. Amma İsa dedi, uşaqları buraxın, qoy mənim yanıma gəlsinlər. Onlara mane olmayın. Çünki səmavi padşahlıq belələrinə məxsusdur. İsa onların üzərinə əllərini qoyub oradan getdi. Var dövlət və səmavi padşahlıq. Bir adam İsa'nın yanına gəlib dedi, Müəllim, mən nə yaxşılıq eləməliyəm ki, əbədi həyata malik olum? İsa ona dedi, ne üçün məndən yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək biri vardı. Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, onun əmirlərinə riayət elə. O adam İsa'dan hansı əmirlərə deyə soruşdu. İsa da dedi, qətl eləmə, zina eləmə, oğurluq eləmə, yalandan şahidlik eləmə, ata-anana hörmət elə, həmçinin qonşunu özün kimi sev. Cavan adam İsa'ya dedi, bunların hamısına riayət eləmişəm. Daha nəyim çatışmır? İsa ona dedi, əgər kamil olmaq istəyirsənsə, get əmlakını sat və yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, mənim ardımca gəl. Lakin cavan adam bu söz eşitdikdə kədərlənib getdi. Çünki var dövləti çox idi. İsa şagirdlərinə dedi, sizə doğrusunu deyirəm. Varlı adamın səmavi padşahlığa daxil olması çətindir. Yenə sizə deyirəm ki, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın padşahlığına daxil olmasından asandır. Bunu eşidən şagirdlər çox təəccüblənərək dedilər. Elə isə kim xilas ola bilər? İsa onlara baxıb dedi, bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün hər şey mümkündür. Bundan sonra Peter cavab verərək ona dedi, bax, biz hər şeyi qoyub sənin ardınca gəlmişik. Əvəzində nəyimiz olacaq? İsa onlara dedi, sizə doğrusunu deyirəm. Hər şey yeniləşəndə, bəşər oğlu izzətli taxtına oturanda, mənim ardımca gələn sizlər də, İsrailin 12 qəbiləsinə hökm eləmək üçün 12 taxt üzərində oturacaqsınız. Mənim adım uğrunda ya evlərini, ya qardaşlarını, ya bacılarını, ya atasını, ya anasını, ya uşaqlarını və yaxud tarlalarını atan hər kəs bundan 100 dəfə artıq alacaq və əbədi həyatı da irs olaraq alacaq. Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq.